Salam əziz izləyicilər, mən bugün sizə panik atak haqqında danışmaq istəyirəm. Uzun müddətdir ki, mən video çəkmirdim, bir çox işlərim var idi, amma indi panik atakla bağlı təkliflər gəldi ki, bu barədə video çək. Mən də bu barədə video çəkmək qərarı aldım. Ümumiyyətlə, panik atak nədir? Panik atak zamanı insanlar nəfəs almaqda çətinlik çəkirlər və onlar o vaxt elə bilirlər ki, mən bu dəqiqə öləcəm və mənim başıma nəsə pis bir iş gələcək, ürəyim dayanacaq, ürək hissədə, qəlb hissədə ağrılar baş verir. Bu panik atakdan ayrı bir vaxtda baş verə bilər və panik atakdan sonra da baş verə bilər ki, ürək hissədə ağrı olsun və bu ağrının olması qəlb hissədə panik atakdan bir xəbər verir ki, sizdə panik atak ola bilər. Hər cür bir ağrı yox, yəni ki, qəlbinizdə, ürəyinizdə problem də ola bilər ki, siz bu cür ağrısın. Yəni ki, özünüzü yoxlatdırmalısınız. Əgər ürəyinizdə bir problem yoxdursa və bu hissədə ağrı hiss edirsinizsə, düyünlənmiş, boğazınız düyünlənmiş kimi hiss edirsinizsə, sizdə panik atak ola bilər. Eyni zamanda bununla bərabər nəfəs almaqda aşırı dərəcədə çətinlikləriniz olursa, bu vaxt sizdə panik atakın olacağı ehtimalı ola bilər. Və panik atak ümumiyyətlə 5-20 dəqiqə arası çəkə bilir bir insanda və ümumiyyətlə panik atak zamanı biz nələr eləməliyik ki, o anda həmin o vəziyyətdən müəyyən bir səviyyədə qurtulaq. Ümumiyyətlə biz bu vaxt, bu panik atak zamanı həm dərmanlardan istifadə edirik, həm də davranış terapiyasından istifadə edirik. Yəni, dərmanlardan, o davranış terapiyasından əlavə olaraq mən sizə bu üsulları, texnikaları deyəcəm ki, siz gündəlik həyatda bu texnikalardan istifadə eləməlisiniz. Yəni, panik ataka olan bir şəxs gündəlik həyatda bu terapiyalardan, yəni ki, bu texnikalardan istifadə eləyə bilər. Belə deyək ki, birinci üsul bundan ibarətdir ki, nəfəs almanızı, nəfəs texnikanızı siz necə almalısınız? Düzgün bir nəfəsiniz olmalıdır ki, sinədən deyil, diafraqma nəfəs almalısınız. Diafraqma nəfəsi nədir? Diafraqma nəfəsini siz düzgün bir şəkildə uzanıq bir vəziyyətdə, qarnınızın şiş olub, məsələn, şiş olmasından bilə bilərsiniz ki, qarnınız uzanıq vəziyyətdə, yatan vəziyyətdə necə olur? Bax, o cür məşq edib bu diafraqma nəfəsini öyrənə bilərsiniz. Və eyni zamanda digər üsullardan biri də bundan ibarətdir ki, siz idmanlar, məşqlər eləməlisiniz. İdman, məşq biz nə üçün deyirik ki, insan eləsin? Buna görə deyirik ki, o nəfəsini nizamlamağı öyrənsin. Yəni, o panik atak zamanı təngi nəfəs olursunuz. Təngi nəfəsliyinizin azaldılması üçün, yəni o təngi nəfəslik vəziyyətinə öyrəşməniz üçün idman eləməlisiniz. Xüsusən də səhərlər qaçış üsulundan qaçırmağınız tövsiyə olunur ki, bu təngi nəfəsliyi siz öyrənəsiniz. Yəni, sonradan da sizə bu situasiya tanış gəlsin. Ondan çıxış yolunu siz bu cür edəsiniz. Və həmin anda ediləcək ən yaxşı bir şey dərindən sakit bir nəfəs almaq. Yəni, sakit dərindən nə qədər ala bilirsinizsə, hansı neçənci nəfəsdə özünüzü yaxşı hiss edirsinizsə, o qədər nəfəs alırsınız və bir su içirsiniz. Sakit bir su içirsiniz, sakit səviyyədə və ondan sonra yavaş-yavaş sizdə panik atak keçməyə başlayacaq. Və daha sonra nə etməlisiniz? Siz pilatesdir, yoqadır, bu cür üsullardan da istifadə etməlisiniz. Və belə deyək, gün ərzində öz içinizi açacaq, yəni ki, öz duyğularınızı deyəcək bir insan olmalıdır ki, siz o insanla danışasınız. Panik atak ümumiyyətlə bu cür insanda yaranır ki, panik atakın yaranma səbəblərindən biri də budur ki, o insanlar qapalı olur, o insanlar öz duyğularını, içindəki müəyyən neqativlikləri bir insanla danışa bilmirlər və onlar hər şeyi içinə atırlar. Ondan sonra onlarda o duyğuların partlayış forması kimi duyğular özünü o cür ifadə edir, panik atak formasında ifadə edir və üzə çıxır. Buna görə də tövsiyə olur ki, siz duyğularınızı ya bir insanla danışasınız, ya da bir üsul, bir texnikada sizinlə paylaşmaq istəyirəm ki, bu texnika nədən ibarətdir? Siz duyğularınızı yaza bilərsiniz. Yəni, bir vərəqə götürüb o duyğularınızı vərəqə yaza bilərsiniz və bütün neqativlikləri, özünüzdə
olmasını istəmədiyiniz hansı duyğular varsa, içinizdə olmasını istəmədiyiniz o duyğuları yazırsınız, ondan sonra yandırırsınız. O vərəqi yandırırsınız. Və sizdə yəni ki, o rahatlama hissini hiss edəcəksiniz ki, necə rahatladınız. Unutmayın ki, panik atak həyati bir təhlükə deyil. Yəni siz o panik atakdan nə qədər qorxacaqsınızsa, o sizi o qədər də çox təqib eləyəcək. Çalışın ki, bu üsullardan, bu texnikalardan istifadə edin ki, panik atak qorxunuzu yenəsiniz. Çünki bu həqiqətən də siz həmin anda elə bilirsiniz ki, mən öləcəm, mənfi təsir göstərəcək bu mənə. Amma mən həqiqətən də panik atakdan ölən bir insan nadirən tanıyıram. Bu ölsə də bu insan, yəni depressiya olub bir insanda, depressiya səbəbindən intihar eləyib. Yəni bu səbəbdən bu insan ölə bilər. Amma başqa bir səbəblərdən, panik atakdan həqiqətən də başqa bir ürəyində problem yoxdursa, başqa bir yerində problem yoxdursa ölən nadir insanlar olur. Yəni ki, olmur. Buna görə özünüzə həmin anda deyə bilərsiniz ki, mənim üçün bunun heç bir təhlükəsi yoxdur, bu keçəcək, sadəcə müvəqqətidir. Bilirəm, o anda sizin o yadınızda olmayacaq ki, bu sözləri özünüzə deyəsiniz, amma artıq insan müəyyən qədər deyə-deyə o səndə bir öyrəşmək kimi olacaq ki, öyrəşəcəksən ki, mən bu sözləri deyirəm. Yəni, o sözü deməlisən özünə ki, bu məndə həqiqətən müvəqqətidir, keçəcək. Bu sözləri özünə deməlisən ki, sən o panik atakdan qorxmayasan. Və bayaq dediyim o davranış terapiyası, dərmanlardan istifadədən danışmaq istəyirəm ki, panik atakdan qurtulmaq üçün həm dərmanlardan, həm də davranış terapiyalarından istifadə olunur. Dərmanlardan istifadə ağır səviyyəsində panik atakın daha çox istifadə olunur. Amma burada yenə də davranış terapiyası paralel olaraq aparılır psixoloqa yanına. Yəni siz yenə getməlisiniz. Çünki siz müəyyən, məsəl üçün gəlib pasiyentlər oradan bilirəm ki, olub ki, dərman atıblar və yenə də bu hadisələr onlarda təkrarlanıb dərmandan çıxış yolunda. Və buna görə də davranış terapiyasından da istifadə etməlisiniz. Çünki panik atakda yaranma səbəbi psixolojidir. Necə psixolojidir? Yəni, yaranma səbəblərin arasında ya sizin yaxınınız rəhmətə gedib, hər hansı bir yaxınınız, ya siz hər hansı ağır bir travma alıbsınız yaxınlarınızdan, ya da işinizi itiribsiniz. Buna görə sizdə ağır bir, belə deyək də, ağır bir situasiya olub sizin işinizi itirməyiniz və yaxud ətrafınızdan hər hansı bir insan sizə ağır bir zərbə vurub. Ondan sonra sizdə bu depressiyaya düşəndən sonra, uzun depressiyadan sonra olur ki, panik atak yaranır. Bax, buradan da görünür ki, panik atakın yaranma səbəbləri psixolojidir. Buna görə də biz orada psixoloji olaraq davranış terapiyasından da istifadə etməliyik ki, düşüncə dəyişsin. Yəni ki, insan daha çox içini başqalarına açmağa öyrənsin. Həm də, məsəl üçün, o insanın daxili aləmi daha da rahatlaşsın. Mənim panik atak haqqında deyəcəklərim bu qədər. Sağ olun. Əgər nəsə soruşmaq istəsəz, nəsə sizə maraqlı gəlsə, yenə soruşa bilərsiniz. Gələn videolarda görüşənədək videonu bəyənib abunə ola bilərsiniz.